Gəncədən daha bir xəbərimiz var. Şəhərin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılışı olub. Bir mərtəbəsi zirzəmi, 3 mərtəbəli inzibati binadan ibarət olan büro əsaslı təmir olunub, müasir tələblərə uyğunlaşdırılıb, zəruri avadanlıq və infrastrukturla tam təchiz edilib. İnzibati binanın bir hissəsi isə tarixi mədəniyyət abidəsidir və Mədəniyyət Nazirliyinin rəyi əsasında 19-cu əsrin Gəncə memarlıq üslubu qorunmaqla bərpa olunub. Mərasim çərçivəsində iştirakçılar inzibati binada Vəkillər Kollegiyasının üzvü Kəmandar Nəsibov və partnyorları, Vəkil Bürosunun müdiri Kəmandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilən 100-dən çox vəkil, hakim cübbəsi və atributlarla sərgisi ilə tanış olub. Qərb bölgəsində vətəndaşların lazımi səviyyədə hüquqi yardım alması üçün və beləliklə konstitusiya hüquqlarına realizə edilməsi üçün bütün lazım olan şərait təmin edilmişdir. Hazırda Gəncə şəhərində 69 nəfər vəkil fəaliyyət göstərir və 3 vəkil bürosu fəaliyyət göstərir və ildən ilə Gəncə şəhərində vəkillərin sayı artır. Bu onu deməyə əsas verir ki, getdikcə Gəncədə yaşayan insanlar və ümumiyyətlə bu əraziyə yaxın olan rayonlarda, kəndlərdə yaşayan insanlar hər zaman vəkillərə müraciət edə bilərlər.